Salam dəyərli izləyicilər. Bildiyiniz kimi ABŞ və İran arasındakı müzakirələr uğursuzluqla nəticələndi. Bunun əsas səbəbi hər iki tərəfin tələb və təkliflərinin həddindən artıq ağır olmasında idi. ABŞ tərəfi düşünürdü ki, İran mövcud və ağır vəziyyətinə görə təslim olacaq və ya ən azından ABŞ-ın irəli sürdüyü tələbləri qəbul edəcək. Lakin hadisələr göstərir ki, İran tərəfi daha ciddi hazırlaşıb. Eyni zamanda müharibəni davam etdirməkdən çəkinməyəcəyini ortaya qoydu. Bunun təbii ki, bir neçə səbəbi var. Əsas səbəblərindən biri Amerikada baş verən hadisələrin Tramp üçün heç də yaxşıya getmədiyini öngörmələridir. Yəni Amerikada seçkilər yaxınlaşır. Həm Tramp bu ayın axırı İngiltərə kralı ilə, gələn ayın əvvəli isə Çin lideri ilə görüşəcək. Hər iki görüşün öncəsində İran məsələsini həll etmək istəyir. Eyni zamanda iyunun 11-də, yəni 3 ay sonra Amerikada futbol çempionatı başlayır. Noyabrda isə Amerika seçkilərə gedəcək. Qısacası Amerikanın uzun müddət vaxtı yoxdur. Sürətli bir şəkildə İran məsələsini həll edib öz daxil problemlərinə yönəlməlidir. Eyni zamanda Hörmüz məsələsinə qədər, yəni ABŞ-ın İrana hücum etməsinə qədər Trampın çox ciddi uğurlu nailiyyətləri var idi. Lakin bu nailiyyətlər demək olar ki, hamısı yerlə bir oldu. Bunların başında istər Qəzza sülh konfransını qura bilməsi, istər Venezueladakı uğurlu əməliyyat, eyni zamanda Panama kanalının Çin şirkətlərindən geri alına bilməsi, Çinin Cənubi Amerika ölkələrindəki təsirinin azaldılması, Qrilandiya məsələsi və digər məsələləri də göstərə bilərik.